o uşağı götüzülməlisiniz. Mənim arxamda Ləman atası olsaydı, votolar bu hərəkət eləyərdi. Ləman dilli ola bilər. Amma Ləman o hamiləlikdə nə keçirdi, mən bilirəm. Bu saat, o saat qızı allatdılar, tezbazar yalandan toy elədilər. Bu juteriya taxdılar Ləmana. Dedilər, anon bilməsin, soruşsa dinən qızıldı. Az mənim neyimə lazımdır. Get istəyirsin, heç taxma. Ad sənin adındır, mənim adım deyil. Hansı paltardan danışırsan? Nasıl qayıdıb deyirsən ki, biz Ləmana bunu aldıq, nə aldıq? Sən xonça gətirmişsən, bir dənə nişanlı güyə gətirdin. Yarısı xonçanda şirniyyatı verdim, apardınız. Hansı düzlükdən danışırsan, ay bacı? Xana yaxtını qoymadın, evimizdə eləyək. Dedin ki, nə var, bura xonça gətirməliydi. And ola Allaha. Dedi ki, bizim yolumuz uzaqdır, qız da xəstədir. Elə xına yaxtını oğlan evində elədilər. Kül mənim başıma. Mən getmədim acığa. Getmədim. Niyə getməliydim? Mənim evdə bir dənə qızım var idi. Əsəbdən partlayıram. Deməli, 4 yaşından bu uşağı yetimçiliklə mən böyütmüşəm. Atası rəhmətə gedib. Mən istəməzdim mənim qızımın xına yaxtısı evdə olsun. 5 qonşu var, 5 dost var, 5 iş yoldaşım var, gəlməli idilər. Xonça gətirməyin dərdindən o söhbəti də bunlar belə bağladı. Asancı düzlükdən danışırsan. Ləman hayasız ola bilər, Ləman dilli ola bilər. Amma Ləman o hamiləlikdə nə keçirdi, mən bilirəm. Siz bilmirsiniz axı. Sən yaxşı baldız olsaydı, sən Allah şahiddir ki, qonşu. Mən işləydim, gəldi, dedi ki, baldızı gəlib şığıyıb, gedib oturub qonşu gildə. Deyib ki, o uşağı götüzülməlisin. Sizcə niyə görə deyib? Ay aman, qardaşım olsa boşayacaq, aliment verəcək. Ayıbdır. Sənin qardaşın heç əl-aya düşməyib, sən niyə ortalığa düşmüşsən, mənə çatmır. 6 ildə siz bu uşağı heç bir dəfə də qapını döymədiniz. Mən bütün günü işləyəm, Ləman evdəydi. Gəlib döyərdiniz ki, mənim hamilə gəlinim var. Siz nə düzlükdən danışırsınız? Siz hansı təzminatdandır? Təzminatı mən açmalıyam, Mən Sabunçu polisinə kimi getdim, müraciət elədim ki, bəs mənim qızıma belə eləyiblər. Buradan aldılar, buradan buraxdılar. Məni heç saymadılar, bilirsiniz niyə? Çünki mənim yiyəm yoxdur. Mənim arxamda kişi yoxdur. Mənim arxamda Ləman atası olsaydı, votolar bu hərəkət eləyərdi. Çünki mən aciz qadın idim. Hansı düzlükdən danışırsınız siz? Mən də bu günləri kayıtlar çıxıb qabağıma, ayıbdır. Elə bilməyin ki, Ləmanın yiyəsi yoxdur. Ləmanın yiyəsi mənəm. Başa düşdünüz? Ağıllı olun. Mən ağzımı açmıram, köp gəlini, 50 manata gəlini almışsan, gəlini də özün bəzəmişsən evdə. Toy günü aparıb özü bəzəyib, and ola Allaha. Nə gündəydi o uşaq? Gəlinlikdən söhbət getmir, heç neydən söhbət getmir. Adamda abır haya yaxşıdır. Ən azından Ləman sizin uşağınızı saxlayır. Sizdən elə aliment almayıb, sən şükür elə. Sənin adı çəkib, neyinib, elə olanları danışıb da. Şərt olanları sizə görə danışmır, ümumi danışır ki, ay qaynanalar, ay baldızlar, imkan verin cavanlar yaşasın. O həyat getdi, tay. O biz idik, qalırdıq, dözürdük. Vallahi mən də qaynanamın yanında qalmışam. Nə olsun? O demək deyil ki, düzdür, birini yiyəndə birini yiyə bilməmişəm. Çünki ən azından qaynanadır. Ananın yanındakı kimi cavan ailədirlər də, normal yaşamaq istəyirlər. Amma mən da düşdü şeyə, yıxıldım orada. Allah sizin bəlanızı versin. Andol Allaha. Mən tək qadın olmuşam, Siz heç gəlinə bir dənə paltar gətirməmisiniz. Mən o boyda çeyiz vermişdim. Siz kimlə danışırsınız? Dedim ki, atasızı qoy deməsin ki, mamam mənə heç nə almadı. Stirədüz. Heç nə lazım deyil. Amma buradan da hər şey istəyirdiniz. Heç nə lazım deyil. Amma burada da hər şey istəyirdiniz. Ayıb deyil bugün. Siz bugünkü gündə Ləmanı qınaya bilmərsiniz. Bilirsiniz niyə? Çünki o travma yaşadı. Hamilə travma yaşadı. Hələ üstəlik o mebelləri gedib gətirəndə and ola Rəbbimə. Onun elə boş-boş danışmağına baxma. Gəldim gördüm ki, o mebelləri atırlar ortalığa, az qalırlar yandırsınlar. Bütün yağ içindeydi. And ola Allaha. Biz 3 nəfər, adını çəkirəm iş yoldaşım, yeganə təranə. Getdik gördük ki, yalanın heç birisində quraşdı. Sabunçudan maşını tutdum. İşdən çıxdım. Mən belə getmişim. O semiçki şeyi görmüsünüz, əkini. Ağac qoyurlar, mebellər düşməsin. Biz əlimizi tuta-tuta elə mebelləri gətirib, mən o iş yoldaşıma, bu iş yoldaşımıza verdik. İnsanda vicdan yaxşı şeydir. Həqiqətən. Mən kayıtlar çıxıb baxdım, amma ayıbdır. Ayıbdır. Ən azından sizin uşağınız bizim evdədir. O 6 ildə siz ona bir köpük də xərcləməmisiniz. Hansı üzdən siz təzlimat istəyə bilərsiniz? Siz biz araşdırın da. Siz bir görün ki, bu qız nələr çəkdi, nələr oldu. Bu karantində biz necə uşağa baxdıq. 5 manat bir qapını döymürdü. Sağ olsun yenə aşağıda qonşumuz var. Allah onun kömək olsun. Karantində bir aydan bir nə bilim produkt gətirirdi. Qonşumuz Rəna gel. Salonda işləyirdi. Oradan xanımlar pampers göndərdi. Hansı düzlükdən danışırsınız? O uşağı biz belə böyütmüşük. Amma durub
Siz Ləman haqqına girə bilmərsiniz. Əslində mənə təzminat ödənməlidir. O mebellər boş-boş mən pullar ödədim. And olar Rəbbimə. Heç nə demirəm. Mən ailəyə görə danışmaq istəmirdim. Amma inanın ki, nağıllara qulaq asmaq çox da belə maraqsız gəlir. Elə bir ki, uydurma nağıllar olur. Mən belə elədim, mən elə elədim. Az nə alınsa, siz Ləman heç bir dənə ayaqqabı almamışsınız. Evdə Ləmanın qız paltarları var idi. Nişana Ləman öz paltarını gedib sədərədən paltar almışdı. Nə almışsınız az siz? Ayıbdır. Quran haqqı ayıbdır. Ləman qaldı. Az yalvarırdınız ki, gəlsin. Xəstədir qız. Gəlsin qızım baxsın da nə olar. Nə bilim, siz yalvarırdınız Ləman. Mən dedim ki, getmə Ləman olaraq. Mən demişdim Ləmana getmə. Həqiqətən də şok yaşadım. Bilirsiniz necədir? Hamısının tərsinə danışır. Bilirsiniz nə ilə danışır? O danışır ki, Ləman qızışsın, nəsə ağzından buraxsın, ayıbdır ki. Pulumuz azalıb. Ayıbdır. Mən vaxtında demişdim Ləmana, tələb elə, pulumu al. Niyə ki almasın? Uşaq hər ikisinindir. O ata ki deyəndə ki, mən familiyamı vermirəm. Ona nə at olar az? Ona görə Ləman acığa düşdü, dedi. Mən yoldaşımın familiyasındadır, ailəm. Elə bir ailəm mənim qızımdır, Vəliyeva gedir. Durub mənə ən azından danışanda bir ailəni fikirləşin ki, bu uşaq bizimdir. Ay belə oligarx oturub kresloda danışıb, belə nazlı qozdu eləyən. Sənə görə mənim qızım bədbəxt oldu da. Bəs dünündə ayıbdır. Valla ayıb yaxşı şeydir. Heç olmasa sən danışma. Hərə bir vəkil tutur gedir şeyə. Falan kəsən mən, sən özünü öldürən oxşayırsan. Az mən özümü öldürmək istəmişəm, borcun əlindən. Verə bilmirdim. Gətirib deyirdilər ki, tez elə borcu ver. Bax, sən hansı Allaha qurban olma Allaha qayıdıb deyirsən ki, nə tər deyirsən, Allah bəlasın. Allah elə insanların bəlasını verəcək ki, onları mən çəkdim. Nə danışırsınız siz? Bu. Mən Ləmandan gizlətdim, o mebelləri necə gətirdim, necə tökmüşlər ortalığa. Dedim, hamilədə əsəbləşir, hamilədə əsəbləşir. Mən onları danışmadım, utdum. Hansı ki, fakt mənim iş yoldaşlarım gedib, məndən gedib gətirib qadınlar. Şahidlər var, iş yoldaşlarım var. Mən necə qıraqda ağlayırdım, borcu verə bilmirdim. Siz hansı şey gizlətdim? 5'in Ləmana dedim, 5'in gizlətdim. Ağılsız Ləman olub. Vaxtında hər şey tələb eləmək lazım idi. Valla, elə insanlardan hər şey tələb eləmək lazımdır. Birincisi Ləman kasıb böyüməyib. Kasıb ola bilərəm, amma onu böyütmüşəm. Qazan yox. Nə tər deyir ayla? Deyir ki, Ləman deyir ki, mən belə həyat ya. Ləman zaten sizin evizi görəndə gördü. Ləman hər şeyi sənə görə qəbul elədi. Dedi, yox, eybi yoxdur, yazıqlar, nə bilim nə. Ləman heç elə qız deyil. Bilmək istəyirsinizsə. Mən belə həyat yaşayım. Az elə sinari qur ki, o sinari belə bilirsin tutsun da. Boş-boş sinarilər qurma. Ya özünü kiməsə tanıtırmaq istəyirsən, mən başım çox. Tanı daha açına kimi tanınasın. Hə, tanı, hə. Sonra faktdır. Fakt sən gəlmirsən uşağın üstünə. Sən istəmirsən o uşağı götüzdürsün. Üstünə hücum eləmirsən. Bəs bu təzminatları kim ödəyəcək? Götüzdürməlisən. Əlinlə də barmağınla belə eləyə. Elə fürsətdə gəlmirsən ki, mən evdə olmayayım. Sən qapıya gələ bilərdin, mən evdə olsaydım. Nağıl danışır. Mən belə elədim, ayıbdır. Valla. Deyir, eşeğe minmək bir ayıb, eşeğdən düşmək bir ayıb. Az 6 il geçib üstündən. Sizin heç nəyiniz getməyib, bəlkə bizim əlimizdən gedib. Mənim o qədər əziyyətim, mənim o qədər qazandığım pullar gedib. Siz məni ziyana salmışsınız. Brilliant almışsınız, qızıl almışsınız, bilərzik almışsınız. Nə almışsınız? Nasıl heç nəyiniz yoxdur sizin? And olar Rəbbimə heç nəyiniz yoxdur. Qayıpınızı çəkin də. Utanmaz hələ təzminat istəyirlər. Sən uşaqdan nə istəyə bilərsən az? Hələ Ləmanın anası ölməyib ki, siz onun üstünə belə gedəsiniz. Başa düşdünüz necədir? Lazım olsa vəkil də tutaram, hər şeyi də tökərəm ortalığa. Necə olub, nə qədər mənim qazancım gedib, nə qədər mən pullar ödəmişəm, hamısı boş-boşuna, o iş yoldaşma, bu iş yoldaşma, bunlar hara getdi bəs? Elə bilirsiniz, pul qazanmaq asandır. 50 dənə insanın sözünü götürürsən, nə işlər? Hərə bir nağıl danışır. Asandır işləməyindi. 5 gün burada işləyirsiniz, 5 gün orada. O pulları mən boş-boş əziyyətlə qazanmışam. Sizi kimi qardaşımın şokuna oturub şişirlənməmişəm. Çox sağ olun. Hər şeyin öz yeri var. Qardaşın da, qaynananın da, ananın da, atanın da. Amma bu qədər da yox da.
Bilirsiniz necədir? Bir var ki, deyim ki, hə də düz deyir. Nə bilim, mən heç vaxt danışmaram. Mən düzə. Amma görürüm ki, hamısının nabarot deyir. Sən özünü 6 ildən sonra çıxıb bu cür çıxışlarla valla özünü gözdən salırsan. Niyə gözdən salsan? 6 yaşında bizim evdə uşağımız var. Bir gündə maraqlanmamışsınız. Az bir dənə mişka belə göndərməmişsiniz. Bir gizlincə göndərməmişsiniz ki, mənim orada qardaşımın uşağı var. Az gör necə ürək var insanda. Həqiqətən də təsəvvür edin ki, yəni bir xanım oradadır və təkdir də, və mənim orada qardaşımın uşağı var. Mən necə maraqlanmaya bilərəm? Bu bilirsiniz nə qədər vicdansızlıqdır. Həqiqətən də şok. Şok. O prosta danışır ki, Ləmanı coştursun, əsəbləşdirsin, daha da. Hansı üzlə sən Ləmanın nəsə istəyirsən az? Mən tay danışmıram. Axı bu için içində mən olmuşam. Bu əziyyətlərin içində mən olmuşam. Ortada yanan mən olmuşam. Adamın dalında əri ola, ay bacı. Pox yerlər o hərəkətləri bizə qarşı eləyərdilər. Gördülər evdə kişi yox, qardaşı yox, nəyi yox. Hə də. Başa düşdünüz necə? Quran haqqı. Mən də danışmadım. Danışmadım, yoxsa səhər boyu baxıram, görürüm ki, doğrudan da belə, bilirsiniz necə, çox gülünc görsənirdi, həqiqətən. Nə bilim, vallah. Prosta bilirsiniz necədir, Ləman biraz spılçıvıdır. Yəni, qızışdırır da, danışdırcan Ləman var da, mən bilirəm. Ona görə də boş-boş başımızı soxmayın olmadığı yerə. Hansı ki, öz hərəkətlərimizə baxın, sonra gəlin boş-boş danışın burada. Olanın danışsa deyərəm cəhənnəmə. Axı olanın danışmırsan, mənim qardaşıma belə elədi. Az yazıq Ləman heç gəzməyə aparmısınız. O yazıq qız 5 ay sizdə qaldı. 5 ay. 5 ay. 5 ayında 2-3 ayın bizdə olub. Quran haqqı. Nə bilim vallah. Allah hamıya kömək olsun. Onu bilirəm ki, Allah çox əziyyətlər çəkdi müharibələr mən. Ona görə də boş-boş özünüzü yormayın. Yəni, yəqin ki, danışanda fikir verirsiniz də, yəni. Heç bir söz belə düz deyil də. Ən azından Ləman gözümüzün qabağında atdan heç vaxt. Demir ya, mənim orada qardaşımın uşağı var. And ola Allaha, üz gördüm, üz. Hə, uşaqlar belə. İndi heç nə demirəm, hərə bir cür yanı şeydir. Mən əslində heç danışmaq istəmirdim. Amma sadəcə boş-boğaz danışanda elə başa düşməsinlər ki, Ləman yiyəsizdir burada və Ləman yiyəsi yoxdur. O qızın gözü uşaq doğulana qədər gözü qaldı yolda. And ola Allaha. Dedi, bəlkəm gələr, bəlkəm barışar, gəl. Hələ üstəlik zəylər vururlar. Gəlin, meyvili bizi aparın. And ola Allaha. Gör nə qədər hazır eymişlər bunlar. Gəlin aparın. Bir qız anasının gedib mebel gətirməyi bilirsiniz də necə adama təsir edir psixoloji. Çox belə şok həqiqətən də. Nə bilim valla. Allah özü kömək olsun hamıya. Yəni o ərəfələrdən keçdik. Amma boş-boğaz danışmaq lazım deyil. Çünki mən görmüşəm nələr var, nələr yoxdur və bilirsiniz necədir, danışanda danışırlar. Amma görürsən ki, burada həqiqət yoxdur axı. Fakt belə olmayıb. Başa düşdünüz necə? Hələ üstəlik də belə deyirik. Qayd edin, paylaşın. Töküldü, Quran and olsun. Ay bacı, zaks tələb eləmək söhbəti deyil. Ləman şəxsiyyətin üstü keçmişdi. Dəyişilir axı 25 yaşda. Dedim ki, qoy zaksın kağızı. Şəxsiyyəti düzəldək sonra. Arvad dedi ki, narahat olma. Biz verək. Sonra, kəbindən sonra, toydan sonra eləyərik. Akasusu bunlar özlərinə görə sağ. Mən nə bilim, bunlar hitrdılar. Mən bilmirdim axı. Tələb eləyərdi. Nə yaxşı ağzınızı açıb belə rahat danışırsınız da. Yəqin bizim ağlımız yoxdur. Bizim də ağlımız var idi. Aslında zaks olsun, zaks olmasın. Boşayan elə boşayacaq da. Söhbət ondan gedir ki, zaks olanda ev tələb eləməlisən. Başa düşdün, sənin evdə qalmışam mən. Şükür Allaha Ləmanın evi var da. Hə, bütün qızlar bilməlidir. Ay Allah, zaksda olanlar heç boşanmır ha. Bildik də tay. Az deyirəm tələsdi də.
bugün sabah kız ölür, hökman toy eləməliyik, qardaşının toyun günü. Belə ağlaşmalar var idi. Ağzımı niyə açırsan mənim? Buy Allah səni saxla. Boş danışır. Biz də bilirik də bunu. Heç and ola Allaha mən istəmirdim Ləman ona getsin. Bax, and ola Allaha deyirəm. Valla Ləmanı elə istəyənlər var idi ki. Ləman elə tuttu buna getdi. Asla lazım idi bu. Mən Ləmanı ona verməmişəm. Ləman özü seçimini eləyib. Neysə, bu barədə danışmaq istəmirəm. Sadəcə olanın dedim. Niyə dedim? Yəni sadəcə insanda üz yaxşı şeydir, bacı. Yəni həqiqətən də üz gördüm də. Şok. Yəni o qədər rahat, o qədər belə oxunmuşlar kimi belə oturub oliqarx üzün. Mən belə Ləmanın kreslosunda oturmuşam, eydi ya. Prosta ki Allah'ın olsun özümə gülməyim gəlir də. Eydi ya, olan şey də həyatdır. Baxıram, görürəm ki çox gülüncdür də, yəni gülünc danışırlar. Qurana and olsun. Yox, adama ona sual verərlər ki, bu uşaq 6, uşaq 7-ci yaşa keçib, bir dəfə olsa siz bu uşaqdan maraqlanmışsınız. Bütün xərcləri də sağ olsun, özüm çəkdim. Dedikləri kimi, anam bunu alacaq, anam belə uşaq doğulmamışdı. Deyirdilər ki, anam bunu eləcək, rodon pulu analıqdır. Hər şey analıqdır. Bu qız niyə ərə gedir, ay bacı, mənim başım çıxmır. Hamısını mən eləyəcəmsə, bu qız niyə ərə gedir? Quran haqqı. Yox, ana tək qadındır. Mənim ərim yoxdur. Sənin yenə oğlun var idi. Mənim ərim yoxdur. Ay bacı, mən 4 yaşında uşağı tək böyütmüşəm. Heç bir köməksiz, heç bir şeysiz. Durub əzdirməli idin uşağı sizə. Bir dənə qızı dolandırmadınız. Neysə, o söhbəti bağlayaq uşaqlar, həqiqətən də. Normaldır, danışmalı deyildi. Bu qədər başına oyun gətiriblər. Döyüb, qızı döyüb, boğazına bıçaq vurub, nə bilim, qəbristanlıqda aparıb belə edib. Niyə danışmalı deyildi ki? Sən də olsun danışarsan da. Gül kimi qızı elədilər dəli. Vay qız oturub. Qurana qızın psixoloji pozuldu onunla. İnsan hamilə onları keçirdəndən sonra o travmalar qalır. Həqiqətən elədir. O travmalar qalır. Şərt o deyil, 10 il evli qal, 5 il evli qal. O neçə vaxt o travmanı yaşayırsansa o elə də olur. Ona görə Ləman səbirsiz görmürsünüz, hər şey əsəbləşir, reaksiya verir. Hər insanın bir cür xarakteri var da yəni. Hələ qərarı Ləman verdi ya, uşağın qalmağın. Biz Ləmana dedik ki, birdən fikrimi dəyişmək istəyərsən, nəsə də belə bir şey. Gördüm gözləri də oldu, dahi mən onun üstünə getmədim. Yəqin fikirləşib ki, əri gəlib buradan danış. Az ərin səndən barışandı, batsını qoyub, ay batçı. Nə bilim, Allah özü kömək olsun. Amma inanın ki, yalan danışmaq yaxşı şey deyil. Yalan danışanları zaten Allah sevmir. Yəni buradan bəla, Allah bəlavuzu versin. Düzgün danışıq deyil, həqiqətən. Burada nə eləmişsizsə bizə eləmişsiz. Biz sizə heç nə eləməmişik, inanın Allah. Elə demişəm, Ləman qoy özünü idarə eləsən. Hamısını özüm eləmişəm. Ayıbdır. En azından bu sənin qardaşın uşağıdır. Durub o cür, heç anası o cür danışmaz. Deyirəm də, idarəçilik başqa şeydir. Görürsünüz necə həyatı idarə edir. Ona görə də həqiqətən də bir yerdə yaşamaq yaxşı şey deyil. Görürsünüzmü? Həqiqətən də şok. Day demir, Ləmanın yiyəsi yoxdur. Mən Ləmanın yiyəsiyəm. Nə qayrasız az mənə? Mən gördüyümü gördüm, bildiyimi gördüm. Bir qardaşın, bir bacısı ki, gəlib bir uşağı tez götüzdür. Day bu idarəçiliyi kim eləyir? Deməli, baldız ortada gedir də. Qardaşın heç bir şeyi yoxdur, nə barədə, amma uşağıdır da elə böyüyüb. Onlar nə deyir, ondan oturdurur. Qazancı bütün onlara gedib. Ləmana nə alıb ki?
Həftədə də bir dəfə çağırırdılar, gəl. 2 dənə dolu sumka götürdüm. Gətirdim, mənə belə eləyirdilər. İndi gücüm nəyə çatıb onu almışam da, borclarım da var idi, toydan çıxmışam. Amma biz belə şeylər yemirik, bundan al. Biz belə şeylər yemirik, bundan. Az mənim sizə borcum var. Nə olsun mən qız anasıyam? Da mindik çapdınız da məni. Allah haqqı. Belə al, bunu al. Mən niyə almalıyam? Bir ayda qız gelib mənə ucuz zakazlar gəlirdi. Allah heç kimə elə qismət eləməsin. Həqiqətən düz sözümdür. Qızlara elə qız qalın evdə. Vallahi məsləhətim odur. Gedib elə qara günə qalmaqdansa, siz Ləmanın əllərini görərdiniz. Getdim, gördüm, şoka düşdüm. Ləman heç telefon işlətmirdi. Ləmanın əlindən telefonu da almışdılar. And ol Allah. Mənim ixtiyarım nə idi? Ləmana harda zəng eləyəcəm? Qaynana əri bütün gün işdə idi. Qaynanasına zəng vururdum. Elə yanında da danışırdı. Az haqla danışın da. Bu qız sizə gəlini eləyib də. Nə borcu danışırsınız? Getdim, gördüm, qızın əllərinin qırağı var. O soyuq sudaki yuyub təmizləyib. Əllərinin qırağı qapqara qaralıb. Özü də Ləman da arıq idi. Lap çəyirtkiyə dönüb. Demədi. Ad günü partladı. Mənə belə eləyirlər. Mən elə uşağı sizə görə böyütmüşəm ki, bu neçə ili siz ona zülüm eləyəsiniz. Allah zülüm eləyənə zülüm eləyəcək zaten. İstəyirsiniz burada 50 dəfə də özünüzü düz çıxartsınız. Faktdır, görmüşük. 15 günün içində Allah tuz apardınız. Ay qız belə ölür. Lazım idi o sənə, Ləman. Yazıqdır deyə axırda səni indilər. Əcəb elədilər. Çünki insanlar bucu. Hər şeydən istifadə edirlər. Nəydən danışırsınız, nəydən qoyursunuz, ay bacı? Ben prosta bilirsiniz belə şeylər var ki, belə çiğ ətin iyi gəlir. Adam utanır danışmağa, həqiqətən. Toyda ya, may bacı, toyda vır havırda. Toydu ya. Mənim gücüm çatmır da. Dedim ki, bəylə gəlinin şəklini bir dənə elətdirim 50 manat. Arvad yaxınlaş mənə, and olar Rəbbimə. Deməli, albom 250 manatlıq albom çıxardır. Mənə belə deyir, yarı sən pul ver, yarı dedim, mənim yoxumdur. Dirəşib ki, pulu ver, albom da qalsın mənə. O şəkillər. Mənim pulum yoxdur da, mən bir dənə çərçivə çıxartdırıram. Asıl məndən pul istəməməli, sənə ayıbdır. And ola Allaha krakabordular. Heç nə gətirməmişdir Ləmana. Bir çöp də belə. Hamısını mən vermişəm. Bir dənə çürük üzüyü almışlar. 50 manat, 60 manat. Heç üzüyü də demək olmaz. Üstəlik mən getdim oğlana üzüyü verdim. Ayrılandan sonra üzüyümü istəyirəm. Üzüyü də vermədilər. Şənin qıcın bizə ziyan verib. Hansı ziyan vermişim ha sizə? Danışma. Danışdıqca batacaqsınız. Ayıbdır ya. Ailene göre heç olmasa danışmayın. Vallahi şoka düşdüm. Bilirsiniz niyə? Yəni insan necə o verinlidir. Belə mənim gözümün qabağında olan şeylərdir, həqiqətən. Bir baldız ki gəlib deyir ki, uşağı götüzdürməlisən, bir insanın ölümünü istəyir də, yəni. Siz bu insandan nə gözləyə bilərsiniz? İnsanlar həqiqətən də rola girə bilir ha. Elə Ləman rola girməyib deyil bu gündətdə. Elə yalandan boş-boş orada qışqırır. Vallahi sizcə düzgündür. Yəni sən Allah. Gəl mən işdə ola. O da aşağıda xanım var. Satıcı işləyir. Deyir ki, şığadı deyir ki, qızın üstünə deyir ki, sən uşağı götüstürməlisən. Görə, nə var, aliment verən, mənim uşağıma baxa bilməz. Özgü uşağına baxa bilir, öz uşağına baxa bilmir. Necə həyatda bu? Sən elə qardaşın pulları sənə gedib, day bacı. Sən də mənə nə almışsınız ki? Allah şəfa versin, uzun ömür versin. Heç kimin ölümünü istəməsə də istəmərəm ya. Mənim düşmanım deyil, bir şey deyil. Ləmanla yəni ailə olublar, belə bir şey olub. Amma fakt sənin hərəkətlərin göz qabağında olub da. İmkan vermədim qardaşın xoşbəxt olsun. Fakt budur. Heç qaynanası da pis qadın deyil, mən belə görmüşəm onu. Amma fakt bu qadındır. Bu nə deyirdi o idi. Xəstəliyindən istifadə elədi. Qardaşı da ki neynəsin? Bilir ki, məsəl üçün xəstədir, deyib hə bacı. Başa düşdünüz necə? Belə söhbətlər var. Başqa söhbət eləmək istəmirəm, başqa söhbətlər də var. Amma lazım deyil. Durub Ləmanı siz burada pis deyə bilmərsiniz. Ləman anası hələ ölməyib. Başa düşdünüz necə? Necə siz vəkil tutursunuz, mən də elə vəkil tuta bilərəm. Amma lazım deyil, ayıbdır.